Allah Sübhane ve Teala Kur'an-ı Kerim'inde buyurup ki, düşünen bir insan için, düşünüp hakkı tapması için yeteri kadar zaman verildi. Hele ki gec değil hayatınıza çeki düzen verin. Size verilen zaman nimetini neye xərclədiyinizə fikir verin. Sual verirəm mən sizə. 3 mərtəbəli evin indi bu ölüyə nə xeyri var? O bərkədən maşınların indi bu ölüyə nə xeyri var? Nə xeyri var bu ölüyə o pul paranın? Heç bir xeyri yoxdur. Vallahi dünya həyatı yalandır. Oyun oyuncaqdan başqa bir şey deyildir. Vallahi qardaşlar, əgər bu qəbirstanlıqdakı istənilən bir nəfəri, fərq etməz müsəlman və ya qeyri-müsəlman, hər hansı birini bircə dəqiqəlik diriltmə şansımız olsaydı, sizcə o bir dəqiqəni necə dəyərləndirərdi? Vallahi o bir dəqiqənin əsl qiymətini indi anlayardı. Deyərdi ki, kaş dünyadaykən bircə manat sədəqə verərdi, mütləq onu indi qəbirdə tapardı. Kaş Allaha bircə dəfə səcdə edərdi, mütləq onun izini indi qəbirdə tapardı. Amma qəbir əhli üçün bunları etmək artıq çox gecdir. Əgər siz onlardan özünüz üçün bir dərs çıxarmayacaqsınızsa, bura nə üçün gəlmisiniz?